Allah Allah, bunun saçlarına bax. Bu necə gözəl hazırlaşıb gəlibdir. Ay Rüqayyə. Ayla. Oy, siz Allah bir buna baxın. Bəh. Bu adına baxın üstündə. Mən baxacağım, bəh. Bu bilirsiniz. Bax bu, gəlin, xoş gəlmişsin. Bax bu gözəl qız var ha. Bu mələk qız var ha. Bu işi görürüm. Siz bilirsiniz bu nə idi? Yerlimin gəlini. Necəsiz? Mən yaxşı gələsiydim. Mən başqa yerdəydim. Mən xəbərsiz gəlmişəm. Gəlin həftənin hansı günüsə mən sizi sürprizlə gələcəm. Yox. Ay, siz Lalə Allah. xanım, yox. Mən həmişə bilirsiniz nə deyirəm? Yox. O şirin yatağa, gülə, çiçək verdiyin pulu buna ver. Yox. Mənim üçün ən böyük hədiyyə. Hə, doğrudan çoxdur amma. Yox. Adam haqqını danışır. Ona görə Allah qoysa, mənə ikinci dəqiqə gələn həftədə hansı ikinci dəqiqə ürəyimdə qalmasın. Yaxşı, bir dəfə sizi istisna kimi təkrar dəvət edəcəyik bura. Deməli, ancaq bir Rüqayyə 15 seans gedib Narınc Psixologiya Mərkəzinə. Bu var ha, bu balaca. Bunun özü boyda yerin altındadır. Düz dedim. Və bax gülür. Deyir ki, bu Lalə xala məni nətər bu qədər yaxşı tanır. Çünki bu bir şey olmamış. Deyirdi, gedəcəm özümü maşının altına atacağım. Bu balaca. Maşının təkəri boyda deyib. Sonra deyirdi ki, bir şey edən kimi saçını falan kəsirdi. Qırırdı, dağıdırdı. Bax bu atom bombası. Şeferlər qırıq olur. Aha, amma görün indi. Qazın turbalarına çıxır. Qazın İşığın şalmanına. Allah haqqı işığın tok şalmanına. Bu. Qurana and olsun. Qaz turbalarına. Bunu mən karitəyə aparırdım. Oradakı o gəlmiş. Bax, səndə də günah var. Kökündən vurma. Allaha and olsun. O kanata elə çıxdı. Oradakı o Müəllim. gəlmişlər. Bunu rəqs müəllimlərdən aparaydın da, sən karateye Elə niyə rəqs, aparırdın? onun rəqsini görəsən. Elə babası Bir dənə musiqi qoyun istəyirəm rəqs eləsin o. Maşallah. Bir musiqi verərsiniz. Nə rəqsi Rüqayyə, bilirsən? necəsən? Yaxşıyam. Yaxşısan, getdin Narınc xalanın yanına. Hə. Day nə dəyişibdi? Bax, sən əsəbləşirsən. İndi karate yox rəqs eləyir də artıq. Əsəbləşmirsən. Belə saçını falan kəsirsənmi? Yox. Kiməsə pis cavab verirsənmi? Yox. Məktəbdə nadinçlik edirsənmi? Yox. Özünü ağılla aparırsanmı? Hə. Mən tük də var da, çaşmada etməmişəm. Bravo Rüqayyə. Rəqs eləyə bilirsən, nə rəqs Xala, bilirsən? nə etmirsən? Ay Narınc xala. Azərbaycan Bu milli sizdən rəqs. bir dənə soruşum. Bax, həqiqətən dedikləri, yəni tam bir sakitlik görürsənmi uşağın huzurunda, ruhunda, Var, özünə? müəlliməsi dedi ki, indi dərsdə yaddaşa şeydir. Vurma, çıxmanı, bölməni qəşəng öyrənib. Öyrənir. Bəli, şeir Sən bilmirdi, şeiri 7-nin də üstünə 5 öyrənib. gələrsən, Barmaqları işə sal. 7-nin üstünə 5. 10-luğa qədər hesablayır. Yaxşı, 4-ün üstünə 6 gəl, Barmaqlarla elə, nə 4-ün üstünə gəl, aç görün barmaqlarını. Qabaqda elə də. Hə, 4, üstünə 6 gəl. Hə, ay Aferin sağ ol. sənə. Məktəbli vaxtım yadıma düşdü. Təzə gedir də məktəbə elə Aha, ki. təzə getdiyi üçündür təbii ki. Və Bəli. Narınc xanım həqiqətən yenə gözəl bir iş görmüş. Ona görə deyirəm super gücdür. Bax Narınc. artıq bəli, şeirini artıq yaddaşdı. Yəni şeiri artıq yadında qala bilir. Əvvəl şeiri öyrənə bilmirdi, öyrəndiklərini yadda saxlaya bilmirdi. Həm hiperaktiv idi, həm diqqəti yayınıq idi. Qəşəng beta dalğasını yığdıq, böyüdük. Yəni 7 idi, artıq gəlib çıxıb 21-ə. Normativ 22-26 arasıdır. Demək olar ki, çatmışıq. Diqqəti fokusləyə bilir və ona görə də diqqətini cəmlədiyinə görə diqqətlə yaddaş düz mütənasibdir, bacı qardaşdır. Diqqəti yaxşı olan uşaqların yaddaşı da güclü olur və ona görə artıq dərslərində də fərq olanda dərsi də pozmur. Uşaq dərsə marağı artır ki, dərsi öyrənə bilməyəndə maraq göstərmir, başlayır dəcəllik eləməyə. Artıq ona görə həm davranış terapisi də tətbiq elədik. Ona görə davranışları da şükür öz 15 seansa. Yəni düşünün ki, bu çox qısa bir müddətdir. Çox təzəlikcə vermişdiniz. Bayramdan əvvəl vermişdiniz mənə. Bizim qardaşımız bəli dekabr ayında. Maşallah çox gözəl irəliləyişlər. Çünki yaşı gözəldir. Bax mən həmişə barbar buradan hər zaman 15 bağlayıram. seansa da bunu bacarmaq lazım. Bəli, təbii ki. Təbii bu peşəkarlıq, aparatın dəstəyi, psixoloq, mütəxəssislərin dəstəyi, hər tərəfli dəstəyi almışıq. Hə, bax. Aparat qəşəndir, mən razıyam. Bax, siz deyirsiniz, aparat qəşəndir, aparat nənə belə gör. Amma bu aparatı işlədən lazımdır. Bəli. Onun dilini bilən. Halı da 100 manat da o aparatı. Ancaq yaxşı ikram edir. İnan ki, mikrofon buradadır, hamı eşitdi. Doğrudan. Görmürsən, tutmuşam. Hamı eşitdi, nə danışsan? Sən nə Paketi 100 edirsən manat, burada? bir Yaxşı, dənəsi de görüm yox. sən şeiri.
İndi 50 manatda endirimdir, 100 deyil. Bu qışda 50-dir, hamı istifadə eləsin. Bu üç rəngli bayrağın gözümün işığıdır. Azadlıq yaxşına doğan gök şağıdır. Üstündəki ay ulduz gəlir mənim xoşuma. Ay üzüyə bənzək ulduzunun qarşısına. Ay qurban olundan o bayrağa. Hə? Nə gözəl. Mən çünki onu əmanət edəndə xatırlayıram. Demişdim ki, gəlib burada mənə ay pipiyik qanxoruz ya da dovşan adovşan demə. Vətənə aid şeir öyrən. O isə bayrağımıza qurban olum o bayrağa ki, o bayraq yolunda neçə oğullar şəhid olub. Allah hamısına rəhmət etsin. Eybi yox. Yəqin ki, ardını gətirmək istəmədi. Eybi yox. Bu da çox gözəl nəticədir. Böyük bir dəyişimdir. Gözün aydın olsun. Çünki səhv etmirəmsə digər nəvəsini də sizdən. Oğul nəvəsi də gəlmişdir Rəsul. Ailəlikcə narınc psixoloq üzündən öpərsiniz. Gərək gələydi bura. Eybi yox. Artıq Ürqəyamız da yaşıllaşdırıb başını təhvil veririk salam da inşallah. budur da. Bizim əsas istədiyimiz Narınc Psixologiya Mərkəzindən gözlədiyimiz budur. Çünki bu bizim üçün sağlam nəticədir. Bu getdi arxivə, bu beyin artıq yoxdur. Bu dəqiqə bu beyinlə biz sağlam beyin. Ay sağ olun, vəssalam. Bunu nə edək? Bunu da sertifikat kimi verək, aparsın, evdə saxlasın. Danışdıq. Bircə ürəyimdə bir şey qaldı, rəqs eləmədi. Bir də Azərbaycan havası çalın. Bir dənə qoyun mahnı, o rəqs eləsin, çıxsın, getsin. Bu qədər gəlir axı. Bunu verir, mən saxlayayım. Görüm oradan amoyam, şövqəm, səs rejissorumuz kimdir bugün? Nə qoyacaqlar oradan? Hansı mahnım? Siz qoyana qədər. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək, gülək. Amma rəqs eləyək. Varsa qoyun gəlsin də, ay dostlar. Babadan da bulalım. Getdiniz. Gözəldir. Bizim musiqilər çox gözəldir. Bəli, deyin gəlsin. Bizim Bakı xanımdakı Könül xanımıza təşəkkür edirəm. Əsas o eləmi sizə deyəcəm? Tamam, mən də Könül xanım. Aysel müəlliməsinə təşəkkür edirəm. Esmeralda müəlliməsinə təşəkkür edirəm. Allah onlara can sağlığı versin. Başda bizim Narınc xanım. Amin. Bu bir nənə sevgisidir. Qurban olaram. Bir dənə xahişim var. Məni gələn həftədə... Mən sizə söz verdim. Bir dəfə 2 dəqiqəlik də olsa sizi bu studiyaya Ancaq məni bir gün qabağa deyil, mən hazır. Danışdıq. O zaman təşəkkürlər Rüqayyə. Ay sağ ol. Unutmadı. Yaddaşma belə güclüdür. Hər şey düzəlib, bəli. Yaddaş bu qədər gözəl düzəlib. Sağlam olmanız üçündür bütün bunlar.